Əziz müsəlmanlar, ekrana yaxın oturun. Diqqətiniz məndə olsun. Görün, İslam Peyğəmbəri namaz haqqında hansı mühüm məqamlara toxunmuşdu? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: bizimlə kafirlər arasındakı əsas fərq namazdır. Kim onu tərk edərsə, küfrə düşmüş olar. Allah Taala Qurani Kərimdə belə buyurur: ey iman gətirənlər! Rükû edin, səcdə edin, Rəbbinizə ibadət edin və yaxşılıq edin ki, bəlkə nicat tapasız. Həcc surəsi 77. Namaz qılmayanın heç bir bəhanəsi qəbul olunmayacaq. Çünki məsələ vaxt imkan məsələsi deyil. Həqiqi problem iman istək məsələsidir. Əgər qəlbdə iman istək olsaydı, vaxt da tapılardı, yer də tapılardı, taqət də tapılardı. Bir namaz, bir stəkan çay içməkdən, bir sigaret çəkməkdən və bir klip izləməkdən daha az vaxt aparır. 5 vaxt namaz, gündə 1 saat, həftədə 7 saat, ayda 1 gün, ildə 12 gündən də az vaxt aparır. Tənbəllik edərək axirəti dünyaya dəyişmə, bir an əvvəl namaza başla. Gecələri səhərə qədər namaz qılmaqdan ayaqları şişən Peyğəmbərin, səhərə qədər telefona baxmaqdan gözləri şişən ümmətinin halı nə olacaq? Unutma, Allah səni gecə-gündüz internetin qarşısında oturub şəkil və musiqi paylaşmaq üçün yaratmadı. İbadəti qocalığa gecikdirənlər, Allah yolunda köhnə və çürük şeyləri sədəqə edənlər kimidir. Ömər bin Xəttab, Allah ondan razı olsun, belə buyurmuşdu: namazı tərk edənin İslamdan payı yoxdur. Gözünə, əlinə, ayağına qarşılıq dünyayı versələr qəbul edərsənmi? Etməzsən. Bəs bunları verənə niyə səcdə etmirsən? Allaha gedən yol səcdələrdən keçər. Allah qullarını səcdələrdə seçər. Allahım, səcdələrdən, seçdiyin qullardan olmağı bizə də nəsib et. Amin. Allah istədiyi kimsələrə şərəfli ölüm nəsib edər. Ya Rəbbim, quşların belə səcdə etdiyi zaman bizi səcdədən ayırma. Amin. Kiminlə danışdığınızı bilsəydiniz, namazdan heç ayrılmazdınız. Allah Taala Quranda belə buyurur: İzzət yalnız Allaha, onun elçisinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilmirlər. Allah qarşısında əyilmək, səni başqalarının qarşısında əyilməkdən qoruyar. Qulun ən böyük xətası
Gəncliyini əyləncədə və qəflətdə keçirib, ibadəti sonraya saxlamasıdır. Unutmayın, dünyada qalmırsınız, keçirsiniz. Dünya bir dayanacaqdır, mənzil və qərərgah deyil. Dərdi dünya olanın, dünya qədər dərdi var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdu. İstəməzsənmi ey Ömər, dünya onların olsun, ahirət bizim olsun. Qızmış, ev yıxan qadın axtarırsansa, onların əksəriyyəti cəhənnəmdədir. Dünyanın ən gözəl qadınının sonu. Qiyamət mütləq gələcək. Hər kəs hesab verəcək. Yalnız ibadət edənlərin üzü güləcək. Yaxşı ilə pisi seçmək sənin əlindədir. Nəfis, günahı belə insana gözəl göstərir. Ruzi və qazanc qorxusundan namazı buraxma, pulun köləsi olma. Ruzi ummadığın və bəzən gözləmədiyin yerlərdən gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu, pulun və paranın köləsi doğrudan da bədbəxtdir. Allaha və axirət gününə inanmayan, nəfsinin ardınca gedənlərdir ki, dünyanı qan gölünə çeviriblər. Bu dünyaya yenidən qayıtmaq üçün heç kəsə ikinci bir şans verilməyəcək. Ömür bir dəfə verilir, fürsət bir dəfə gəlir. O da indi, bu andır. Dünyaya bir dəfə gəlirik. Dünyaya aldanıb Allahın əmirlərinə qarşı gəlmə. Ey qardaşım, hər bir can ölümü dadacaqdır. Hər bir can ölümü dadacaqdır. Sonra isə bizim huzurumuza gətiriləcəksiniz. Bir gündə getdi. Bu o deməkdir ki, ölümə bir gündə yaxınlaşdın. Ey qardaş və bacım, bir gün bizi də belə kəfənləyəcəklər. Modası dəyişməyən yeganə paltar. İndiyə qədər hələ də cibi yoxdur, amma cibi olduğunu zənn edənlər var. Ölümdən qaça bilən bir oğul varmı? Hər bir can ölümü dadacaqdır. Hansınızın daha gözəl əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan odur. Mülk surəsi 2-ci ayə. Amma iman gətirib, rükû və səcdə edib, yaxşı əməl edənlərdən olsan, sevin. Çünki Allah ilə olduqdan sonra ölüm də xoşdur ömürdə. Həzrət Əli radiyallahu buyurur, cənnətə daxil olan kimsə, dünya və içindəki hər şey ona verilsə belə, geri dünyaya qayıtmaq istəməz. Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildi. Ahirət yurdu isə həqiqi həyatdır. Kaş biləydilər. Ənkəbut 64-cü ayə. Ey qardaş və bacılarım, nə edirsinizsə edin, amma dünyadakı rolunuzu yaxşı oynayın. Çünki ahirətdəki filmin baş rolçusu sənsən. Dünya həyatı bir market kimidir. İstədiyini götür, nə yığmaq istəyirsənsə yığ. Lakin unutma ki, sonda hər kəs kassada hesab verəcək.